Salam dəyərli izləyicilərimiz. Bugünkü video dərsimizdə mən sınaq 11 izahını verəcəm. Ümumi sınaqdır. Başlayalım suallarımızın izahına. İnformasiyanın digər xassələrinə aid deyil. Anlaşıqlıq, obyektivlik, etibarlıq, aktuallıq informasiyanın xassəsi nəticəli informasiyanın xassəsinə aid deyil. Nəticəlik alqoritm xassəsidir. Birə doğru cavabımız oldu. A variantı. Sonra ikinci suala baxaq. Deyir, bu cür bir söz verilib. Sezar şifri kimi kodlaşdırılıb həmin bu söz. Bu cür şifrələmə tətbiq edilərsə, kalkulyator sözünün Sezar şifrinin hansı ola bilər? Biz burada C-ni C ilə kodlaşdırılıb. Yəni C ilə G arasındakı biz açarımızı tapmış olaq. 1, 2, 3, 4 deməli K-mız bərabər oldu 4-ə. Açarımızı tapdıq. Sonra yazaq kalkulyator. Aha. C-ni elə açarımız 4-dürsə, C-nin açarı olacaq, C ilə kodlaşdırılacaq. Bir də sonuncu simvola baxım, R-ə vaxt qazanmış olaq. 1, 2, 3, 4. C ilə başlayıb, V ilə qutaracaq cavabımız. Bir D variantıdır, bir də A variantıdır. Digər variantları kənarlaşdıraq. Gəl, axırıncı simvol fərqlidir. Məsəl üçün, burada O-nu odur, O hərfi 1, 2, 3, 4. S. SV ilə qutaran bir dənə doğru cavabımız A variantıdır. 2 də doğru cavabımız oldu A variantı. Baxaq növbəti sualımıza. Bu ifadənin, belə bir ifadəmiz var. Həm bu ifadənin onluq say sistemində necə olacaq? 1, 2, 4. Ən asan üsuldur. İkilikdən onluğa keçmək üçün qüvvətlərini şif rəqəmi üzərindən düzürük. Bura eləyəcək 4. Üstə gələk. 0, 1, 2. 4-ün üstü 2. Eləyəcək 16. Bu 0, 1, 2 ilə 5-in üstü 2. 25 eləyəcək. Üstə gələk 0, 1, 2. Bu da eləyəcək 9-a bərabər olacaq. 20, 25, 45. 9 da bu 54. Deməli, doğru cavabımız oldu 3-də D variantı. Sonra baxaq növbəti sualımıza. Burada nə deyir? Avtomat girişə verilən ədədləri müəyyən qanuna uyğunluqla deyir, emal edir. Qanuna uyğunluğa əsasən boşxanaya uyğun ədədi müəyyən edin. Burada 2-yə vurub, 2-yə vurub. Bax, birinci addımda, ikinci addımda. Üçüncü addımda artıq bu 2-yə vurmaq, artıq bu məntiq işləmir. Nə də axırıncı addımda işləmir. Biz deməli, bax, bu addımla bu addım arasında məntiqimizi tutmalıyıq. Axırıncı addıma baxası olsa mən 324-ü ədəd tərsinə çevir 423 alıb 47, 321, 123 alıb 444 düzdür. Deməli 421, 124 toplasaq 545 doğru cavabımız olacaq. C variantı 4-cü sualda. Sonra ağ-qara təsvirin 16-lıq say sistemində kodlaşdırılması neçə 16-lıq rəqəmdən ibarətdir? Burada biz ağ-qara təsvirdə dedik rəng çaları 2 üstü N. N'imiz burada 1 bitdi. Çünki 2 dənə rəng var ağ-qarada. Ağ-qaradır. Burada gəlin piksellərimiz sayaq. 1, 2, 3, 4, 5, 6. 6 piksel. Burada 1, 2, 3, 4, 5, 6, 7. 6 vuraq 7. Ümumiyyətlə 42 pikseldir. Yəni 42 bit informasiya daşıyır bu. Buradakı piksellərin ümumi sayı 42 bitdir. 16-lıqda da dedik ki, bir simvol kompüterin yaddaşında 16-lıq say sistemində 4 bit informasiya daşıyır. 4-ə bölsəm, o da 10 tam onda təqribən 5, o da təqribən 11-ə bərabərdir. Deməli, ağ-qara təsvir 16-lıq say sistemində kodlaşdırılması 11 rəqəmindən ibarətdir. 5-də doğru cavabımız oldu B variantı. Keçək 6-cı suala. Çəki matrisinə əsasən adi qrafın neçə təpə və tildən ibarət olduğunu deyir, müəyyən edin. 1, 2, 3, 4, 5, 6. 6 təpəmiz var. Sətir üstünüzdə yazılış eyni ola bilər, amma fərqi yoxdur. İstər sütun üzrə sayın, istər sətir üzrə sayın. 6 təpəmiz var. Dedik ki, matrisimiz baş diaqonal əsasında simmetrikdir. Matrisin bir tərəfindəki birlərin sayı matrisimizdəki, qrafımızdakı tillərin sayına bərabərdir. Olacaq 5 til. 5 til. Birlərin sayını da soruşsa, tillərin sayını 2-yə vursaq birlərə bərabərdir. Doğru cavabımız 6 təpə 5 til A variantı olmuş oldu 6-cı sualda. Sonra keçək baxaq növbəti sualımıza. 7-ci sualda bizə nə deyir? 7-ci sualda bizə nə deyir? Alqoritmdəki dövr neçə dəfə icra olunduqdan sonra A dəyişəninin qiyməti 2-yə bərabər olar. A-nın ilkin dəyəri 25. 25-i 2-yə böləndə olacaq 24. 24-ün üstə 20, yox, bağışlayın.
25-i 2-yə böləndə tam hissə 12. 13 üstə 1 gəldik 13. Şərtdə yoxlasaq 13 böyükdür, bərabərdir 3. Hə, yenidən dövrə qaydırıq. Bu zaman 13-ü 2-yə böləcəm. Tam hissə 6. 6 üstə 1 gələcəm. Eləyəcək 5. 5 böyükdür, bərabərdir 3. Bəli. 6 üstə 1 gəndə 5 yox. Bağışlayın, 7. 7 böyükdür, bərabərdir 3. Bəli. Növbəti addımda 7 2-yə böləndə tam hissə 3. 3-ün üstə 1 gələndə eləyəcək 4. 4 böyükdür, bərabərdir 3. Bəli, yenidən dövrə qaydırıq. 4-ü 2-yə böləndə tam hissəmiz olacaq bizim üçün 2. 2-nin üstünə 1 gələndə eləyəcək mənim üçün 3. 3 böyükdür, bərabərdir 3. Bəli, yenidən dövrə qaydacaq. 3-ü 2-yə böləndə tam hissə 1. 1-in üstə 1 gələndə eləyəcək 2. 2 böyükdür, bərabərdir 3 deyib yoxdan dövrdən çıxacaq. Onun son qiyməti 2. Bizdən də dövrlərin sayı soruşur. 12-də, 6-da, 3-də, 2-də, 1-də. Bu isə 5-ə bərabərdir. 7 doğru cavabımız oldu. Y variantı. Sonra baxaq 8-ci suala. 8-ci sualı tam başa düşmək üçün vizual olaraq mən Excel'in gözünüzün qabağına gətirmək lazımdır. Bax, bu bizim üçün birinci sətrimiz olsun. Bu 2, 3, 4, hara aparırıq? 2 sətr aşağı, bu da 5 olsun. Bax, bu bizim üçün A sütunu, B sütunu, C sütunu, D sütunu. 1, 2, 3, 4, 5. Bir dənə şiti gözümüzün qabağına gətirək. A, B, C, D. Aha. Düsturumuz verilibdir. Həmin bu düsturumuz A2 xanasında. Bax burada. Düsturu 2 sütun sağa. Sağa dedikdə onu da biz bura gətirəcəyik. Sonra 2 sətr aşağı köçürülərsə, bax sonra da bura gətirəcəyik. Gəlin birinci sağa sürüşdürək həmin düsturu. Artıq burada, bax burada qarışıq ünvandır. Bunun hər ikisi qarışıq ünvandır. Sadəcə burada sütun blokludur. Eyni sətr üzrə hərəkət etdiyimizə görə, A2, yəni ikinci sətr üzrə hərəkət etdiyimizə görə sadəcə sütunların adını dəyişəcəyik burada. Deməli, birinci ünvanımız olduğu kimi qalacaq. Üstə gələk. B olacaq. Bura gələndə C, bura keçəndə C2 xanası da olacaq D. Üstə gələk. D2. Sonra bunu biz böləcəyik. C1 yenə qarışıq ünvandır. Olduğu kimi qalacaq. Sütunumuz, çünki sütunumuz blokludur. Burada da bir dənə mütləq ünvanımız var. Olduğu kimi qalacaq. Sonra 2 sütun aşağı. Aşağı biz sütunun üzrə hərəkət etdikdə aşağı sətirlər artır. Yuxarı hərəkət etdikdə isə sətirlər azalır. Gələcək bura. Burada artıq 1 olacaq. Üstə 2 gələndə olacaq. A3 üstə gələk. Bu D2 olduğu kimi qalacaq. Slash. C1 olacaq 2. Mütləq ünvanımızda olduğu kimi qalacaq. Baxan kimi keçirdik biz düsturumuzu. Doğru cavabımız uyğun gəlir bir dənə Y variantı. 8-də doğru cavabımız oldu. Y variantı. Keçən növbəti sualımıza. Mən baxağın 9-cu sualımıza. Belə bir A bərabər 4 olduqda proqramın nəticəsini müəyyən edin. Belə bir funksiyamız var. A-nın giriş qiymətini ilkin olaraq bizə 4 veribdir. 4 funksiyamızı gəlin gedəyim burada icra edək. A-nın dəyərini 2 dəfə artırmamızı istəyir. Olacaq 8. Burada A-nın dəyəri isə string tipinə çevriləcək. String tipindəki məlumatı ədəd qədər təkrarlamış olacaq. 5 dənə olacaq bizim üçün. 8 funksiya daxilində qiymət qaytarır return. Funksiyamızın dəyəri oldu. 5 dənə 8 doğru cavabımız oldu. A variantı. Sonra baxaq növbəti sualımıza. Proqramın nəticəsini deyir müəyyən edin. Belə bir siyahımız var. Belə bir boş siyahı verilib. İ gəlib hər siyahıdan hər bir ədədi götürəcək. Ədədi baxıram ki, siyahımızdakı bütün ədədlərin hamısı baxan kimi görünür. Bizim üçün siyahdakı bütün ədədlərin hamısı 2 rəqəmli ədəddir. Bu 2 rəqəmli ədədi ona bölüb onluqlar. Bu da isə təkliklər mərtəbəsini cəmləyəcək. Bu eləyəcək birinci halda. 1-in üstünə 2 gələcək. Bu eləyəcək 1. Bura. Bax bu hissə 1 eləyəcək. Bura 2. Bu eləyəcək K bizim üçün 3 olacaq. 12 üçün
3 olacaq. Və baxaq görək burada şərt nə vaxt ödənir. 9-dan kiçik olanda ədədləri toplayanda, məsəl üçün 1-in üstə 2 gələndə 3 9-dan kiçikdir. Bu 7-dir, 5-dir. Bax bu olmayacaq. 67 də olmayacaq. 9 if-də şərt ödəyəcək. İfin gövdəsindəki əməliyyat icra olunacaq. Bir də 13-də. Aha. Burada biz yazası olsaq, gəlin bir dənə siyahımızı mən tərtib eləyim. 1, 2, burada K bizim üçün, 12 üçün K-nın dəyərini aldıq. 3-ə bərabərdir. Sonra append, yenidən inin, yəni 12-nin ona vuracaq 120, üstə də 3 gələcək. Aparıb append B siyahısını əlavə edəcək, olacaq 123. Növbəti addımda 34 üçün götürəsi olsaq, 3, 4, 7 olacaq burada. 7 kiçikdir, bərabər 9, bəli. 34 ona vuranda 340, üstə də 7, 347 apardı. Append B siyahısını əlavə etdi. 23-də 5, 230, 235 olacaq. Aha, 235 olacaq. Sonra 45-də 9, 459 olacaq Sonra bir də 13-də 1, 3, 4, 134. Onu da vurub, sizə də 4 gələcək. 134. Aha. Siyahımız alındı, B siyahımız. Sonra həmin siyahının max və minimum elementlərinin bizdən fərqini istəyir. Siyahımızın max elementi 459, minimum elementi 123. O da bərabərdir 3, 3, 6, 336. Doğru cavabımız oldu. Onda A variantı. Baxaq növbəti sualımıza. Yəni, təmizləyim buranı. 11-ci sualda bizə nə deyir? Proqram nəticəsini deyir müəyyən edir. 23-ü verilib. New bir dənə burada dəyişən var. Intin bu mötərizəsinin içərisində. Artıq burada mən 23-ü ona böləndə 23-ü ona böləndə mənim üçün tam hissə olacaq 2. 2-nin üstə 2. Bura option mənim üçün aldıq 4. Özü STR-yə görə string tipində. Üstə gələk, sonra 23-ü ona böləndə qalıq isə 3, 3-ün üstü 2, 9 eləyəcək, string tipində olacaq 9. Artıq STR operator onu mətin tipli informasiya çevirdi. Siz bunu götürüb, artıq biz intin içərisindədir bura, yan-yana yazsaq 4, 9 olacaq. Qabaqdakı int artıq N-nun dəyişənin dəyərini tam ədəd tipinə çevirdi, oldu 49. Baxaq görək, burada dövrdə nə iş görür? Birinci şərtimizdə 49 fərqli bərabər 0, bəli. Bu zaman S bərabərdir, 0 üstə gələk. 49 ona böləndə qalıq isə 9, bərabər olacaq 9-a. N-U dəyişəni bərabər olacaq. Ona böləndə tam hissə olacaq 4. İkinci dövrümüzdə 4 fərqli bərabər 0, bəli. S bərabərdir. 4 ona böləndə qalıq isə 4 olacaq. 9 üstə gələk 4 bərabərdir 13. NU dəyişənimiz olacaq. 4 ona böləndə 0, 0 fərqli bərabər 0 yoxdur. Dövrü dayandıracaq. S-in son dəyəri olacaq 13. Deməli 11-də doğru cavabımız oldu. B variantı. Baxaq 12-ci sualımıza. A-nın dəyəri verilib bizə. A-nın dəyəri burada 45-dir. B-nin dəyəri 32-dir. Burada A-nın dəyəri neçə olacaq? 45 ona böləndə tam hissə bura 4-dür. B 32-ni ona böləndə qalıq hissə 2. Toplayanda 4, 2 eləyəcək new bizim üçün 6. 6-nı 2-yə böləndə, burada 6-nı 2-yə böləndə alınan qalıq 0-dır. 0 fərqli bərabərdir 0. Yox, şərt ödənmədi. Onda biz ifin gövdəsindəki əməliyyatı icra etməyəcəyik. S-ə baxacaq. S-də nə iş görürük? Onu yenidən. Onu vuracağım. N-yu 6-ya eləyəcək. Və üstünə də gələcəm. B-li ona böləndə alınan qalığı tapmışdıq. Nəyə bərabərdir? 32 ona böləndə alınan qalıq 2. Bu da eləyəcək 62. Doğru cavabımız oldu. 12-də D variantı. Baxaq növbəti sualımıza. Burada bizdə nə istəyir? Belə bir string tipində məlumatımız var. String tipində bir məlumatımız var. K-ya 1 verib, boş siyahıdır. I gəlib
sətr tipli məlumatını hər birini götürəcək. Əsas mahiyyət baxaq görək burada bizdən şərtdə nə istəyir. Hər iki tərəf true olmalıdır ki, nəticə şərt ödənsin ki, biz aparaq B siyahısına i-ni kaya vuraq, əlavə edək. Bu böyük A-da bu tərəf true olacaq, bu tərəf artıq bizim üçün, yəni burada böyük A ilə kiçik A olmadıqda şərtlər bizim üçün doğru olacaq, fərqli bərabərdir. Gəl onda bax bunu kənarlaşdırıram. Böyük A ilə kiçik A. Aha. Yerdə qalan B, C, D, E, F, I hərflər var ilə biz if-də şərt ödənəcək həmişə və append nə eləyəcək? Append I. I burada I həmin sətr tipli məlumatı kaya vurub B siyahısına əlavə edəcək. Aha. B siyahısına əlavə edəcək. Aparaq əlavə edək. Birinci K-nın dəyəri 1-dir. B-ni 1-ə vurduq. B oldu. Bu burada string tipində bir dənə B olacaq. K 1 artı oldu. Burada 2. Növbət dəfə C. 2 dənə C-ni əlavə edəcəyik bura. Sonra K olacaq 3. Burada D hərfini götürəcək. 3 dənə D olacaq. Aha. Sonra K 4 olanda buradan yazım. Elə bir dəqiqə. 4 dənə F-imiz olacaq. Və bir də K5 olanda I üçün işləyəcək. Siyahımızda, elə bax buradan yazacağım. 1, 2, 3, 4, 5. Aha. Sonra bizdən nə istəyir? Gəlin baxaq. Burada çıxışda bizdən nə istəyir? Bura qədər. Artıq siyahımızı indeksləsək 0-cı indeks element B, 1-ci indeks element 2, 3 və 4-cü indeksli element Y olacaq. 2-ci indeksli element DD-dir. Bunu bizdən sayını istəyir. Bura mənim üçün 3-dür artıq. Üstə gələk. Bax, buranı həll eləyək. Sonra len B. Len B 1, 2, 3, 4, 5-dir. 5-dən birini çıxanda artıq bura eləyəcək 4. Həmin bu siyahının 4-cü indeksli elementi artıq Y-dir. Bunun da sayı 2, 4, 5-ə bərabərdir. Burası isə olacaq mənim üçün 5. 3-ün üstədə 5 bərabərdir 8. Doğru cavabımız oldu. D variantı asan sual idi ümumiyyətlə. Baxaq görək növbəti sualda 14-cü sualda bizdən nə istəyir? N67 K7-dir. Bura yazacağım mən. N bərabərdir 67. N'imiz 67. K-mız isə 7-dir. Belə bir stringimiz var. Boş sətrimiz var. Şərtdə yoxlayası olsaq, birinci şərtimizdə 67 fərqli bərabər 0, bəli. Onda str1 adında bir dəyişən var. N-i 67-ni K-ya böləndə, 67-ni 7-yə böləndə alınan qalıq. 9 dəfə tam düşür 63. Eləyəcək bura 4. 4-cü indeksli element. Gəl indeksləyək. 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bura olacaq 4. 4-cü indeksli element 4-dür. 4 string tipində 4. Üstə gələk. Boş sətr. Mənim üçün olacaq. Bax, bu cür bir anlayış aldıq. Sonra növbət dəfə burada while-da, yəni N-in dəyəri 67-ni böləcəm 7-yə, tam hissə olacaq 9 dəfə. Sonra ikinci dövrümüzdə başlasaq 9 fərqli bərabərdir 0-dan, bəli. Onda olacaq str1, str1. Bu zaman biz N-i 9-u K-ya, yəni 9-u 7-yə böləndə alınan qalıq olacaq 2. İkinci indeksli elementimiz elə 2-nin özüdür. String tipində 2-nin üzərinə mən gələcəm. Nəyim? Aldıq əvvəlki boş sətrimiz 4-dür. Bu isə olacaq 2, 4. N-imiz isə 9-u böləcəm 7-yə, alınan tam hissə 1-ə bərabərdir. Üçüncü dövrümüzdə 1 fərqli bərabərdir 0, bəli. Str artıq buraya eləyəcək mənim üçün 1. Birinci indeks elementimiz 1-dir. Str 1, string tipində 1, üstə gələk. 2, 4, bu da eləyəcək 1, 2, 4. N-imiz bu zaman 1-i
7 bölü tam hissə 0 artıq dövrümüz dayanmış oldu. Setr 1 dəyişəninin bizə sonuncu dəyərini, o da 1, 2, 4 doğru cavabımız oldu. 14-də B variantı. Sonra baxaq növbəti sualımıza. Qoyun bir ağ yer açım. Burada bir hamısını həll eləməyə çalışacağım ümumiyyətlə. Burada bizdə nə iş görür? Birincidə. I bərabərdir 0, bitlen 1, 2, 3, 4. 4-dən birini çıxanda eləyəcək 3, 0-dan 3-ə qədər. Len bit. Bura 4-dür, 4-dən birini. Buranı aldıq 4, 4-dən birini çıxdıq 3, 0-dan 3-ə qədər 0, 1, 2. 3 dəfə dövr olacaq. 3 dəfə dövr olacaq. Baxaq görək burada pinitlər nəyə verəcək çıxışı. İnin üzərinə. 0-ın üstə 1 gələndə eləyəcək 1. 1-i vuracaq. 1-in üstü 1. 0-ın üstə 1, birinci indeksli element. 0. Qoy bir dənə böyüdüm buranı. 0, 1, 2, 3. Birinci indeksli element idi. Olacaq mənim üçün burada olacaq birinci i. Birinci olacaq i. Aha. Bu 0 üçün getdi. Sonra i 1 olanda birin üstə 1, 2. 2-nin üstünə 1. Birin üstünə 1, 2. Aha. İkinci indeksli elementdə t'dir. T'nin t'yə vuracaq. İkinci dəfə olacaq t. Sonra bir də baxaq bizim üçün 2, 2, 3. Üçüncü indeks elementi y'dir. Bu dəfə də 3 vuranda olacaq bizim üçün 3 dənə y. 1-ə uyğun gəldi. 1-ə baxan kimi uyğun gəlir A. 1-ə uyğun A gəlirsə, baxaq görək 1-ə uyğun A sonda B, D, Y variantları getdi. Elə ya üçüncüyə baxaq, ya ikinciyə baxaq, fərqi yoxdur. Baxaq görək hansıdır. İkinciyə baxaq. İkinciyə baxası olsaq, i, len, bit, 1, yenə inin, burada 0, 1, 2 qiymətlər üçün yenidən başlayacaq. Baxaq görək printdə nə iş görür. 0-cı indeksli element 0, 1, 2, 3. 0-cı indeksli element i. B-dir. B-ni artıracaq i qədər. I qədər. B-ni i qədər artıracaq. Onda elə bu B olmayacaq. B çapa getməyəcək. Çünki 0 olanda 0 dəfə B olmaz axı. Sonra növbət dəfə birinci indeks element idi. I-ni i qədər artıranda olacaq i. Bir dənə i alınacaq. İkinci indeks elementdə T'dir. Olacaq T. 2-yə də uyğun gəldi. Belə baxıram B variantı. Onda olacaq C variantı. Digərində yoxlamağa ehtiyac yoxdur. Vaxt qazanmış olarsınız. Sonra növbəti sualımıza baxalım. Bir dənə qoyumu kənarlaşdırım. Hı-hı. 16-cı sualda bizə nə deyir? N bərabərdir 3, K bərabərdir 2 olduqda proqramın nəticəsini müəyyən edin. Bax, burada N-in dəyəri bizim üçün 3, K-nın dəyəri olacaq bizim üçün 2. F bir funksiyası var. Naməlum funksiyamız 3, 2. 3 ilə 2-ni biz burada qoysaq, A gəlib N-dən alacaq dəyərini. A-nın dəyəri olacaq 3. A-nın dəyəri olacaq 3. Baxaq görək burada bizdə nə iş görür. K-nın dəyəri 2-dir. 2 fərqli bərabərdir 0. Birinci şərtdə hə. A-nın dəyəri olacaq. A-nı aya vuranda eləyəcək 9. A-nı aya vuranda eləyəcək 9. Sonra K-nı bir vahid azaldacaq. K 2 idi. Bir vahid azaltdıq oldu 1. A da bərabərdir 2 vahid azaldanda olacaq 7. İkinci dövrümüzü biz başladasaq K 1 fərqli bərabərdir 0. Bəli. Bu zaman A bərabərdir A-nın dəyəri 7. 7-ni 7-yə vuranda eləyəcək 49. K bir vahid azalanda birdən birini çıxanda olacaq 0. A da bərabərdir 49-dan 2-sini çıxanda olacaq 47. Üçüncü şərtimizdə artıq 0 fərqli bərabər 0 yoxdur. F dövrü dayandıracaq. Funksiyamızın qiymətinə baxırıq. A-nı istəyir bizdən. A-nın da son dəyərini tapdıq. 47. Deməli, funksiyamızın cavabı 47-yə bərabərdir. 16-da doğru cavabımız oldu. A variantı. Baxağın 17-ci sualımıza bizdən nə istəyir?
S67-dir burada. K-nın ala biləcək qiymətlər 4, 5, 6, 7, 8 və 8 olacaq. Burada hər dəfə S-dən 7-sini çıxacaq. K4 olanda burada 60-dan 7-sini çıxanda olacaq 60. K5 olanda 60-dan 7-sini çıxacaq 53. K6-ya bərabər olanda 53-dən 7-sini çıxanda eləyəcək 3, 4, 46. K7 olanda 46-dan 7-sini çıxanda eləyəcək 39. K8 olanda 39-dan 7-sini çıxanda qalacaq 32. Bu qədər sadə doğru cavabımız oldu. 17-də C variantı. Keçək növbəti sualımıza baxaq. Deyir, verilənlərin ötürülmə sürəti 1024 bit bölü saniyə olan rabitə kanalı vasitəsilə 8 kilobayt həcmli fayl ötürülür. Eyni vaxt ərzində digər rabitə kanalı vasitəsilə 256 bit saniyə sürətlə ötürülən faylın həcm neçə kilobayta bərabər olar? Burada nə edəcək uşaqlar? Biz bilirik ki, bərabərdir vuraq T-düstur informasiyanın ötürülməsində istifadə, informasiya miqdarının ötürülməsində istifadə olunan əsas düsturdur. Romantik qanunda deyirik. Burada V-miz verilibdir. Q-miz verilib, V-miz verilib. T-nin tapası olsa, bura bitdi. 8 kilobaytı bitə çevirəndə 8 vuraq 2 üstü 13 bölək 1024 yazam 2 üstü 10. Getdi qaldı 2 üstü 3, o deyəcək 64 saniyəmiz. T-miz bərabər oldu 64 saniyə. Növbəti addımda biz yenidən 250 bit bölü saniyə sürətlə ötürülən faylın həcmini tapacaq. Bu zaman Q bərabərdir 64-ü vuracam mən 256-ya və kilobaytla soruşduğuna görə onu da böləcəm 2 üstü 13-ə. Yuxarı mənim üçün 2 üstü 6, 2 üstü 8, 2 üstü 14, 2 üstü 14, 2 üstü 13, bu da edəcək 2 kilobayt. Doğru cavabımız oldu 18-də C variantı. Baxaq 19-cu suala. İnternet resursu identifikatorunda protokol hissəsi hansıdır? Biz resurs dedik ki, hissədən ibarətdir. Birinci hissəsi resurs identifikatorudur. İkinci hissə isə onun yerləşdirilmə hissəsidir. Burada internet resursu identifikatorunda protokol hissəsi HTTPS protokoludur. Doğru cavabımız 19-da oldu. A variantı. 20-ci suala baxsaq, Nicat məktəbdə fəaliyyət göstərən 6 dərnəyin üçüsündə deyir məşğul olur. Ümumilikdə burada 6 dənə müxtəlif dərnək var. Təqribən 8-ə yaxındır. O isə 203. Nicat 6 dərnəyin üçüncüsündə məşğul olur və bu məlumatın informasiya miqdarı ən az neçə bit informasiya daşlayar? 3 bit. 20-də doğru cavabımız B variantı. Baxaq növbəti sualımıza. Belə bir 16-lıq ədədimiz olub. Bunların cəmini istəyir ikili say sistemində. F-in bir dənə F-in qarşılığı 4 dənə 1-ə bərabərdir. Bax, artıq bu 8 dənə 1-in artıq F16-lıq ədədinin ikilikdə qarşılığıdır. Bu isə 1, 0, 2 ədədidir. 1, 0, 2 ədədidir. Bunları toplasaq. 1-in üstə 0, 1, 1-in üstə 1, 2, 2-nin içərisində bir ədəd 0 var. 2-dən 2-sini çıxanda 0, 1 yadda. Bax, burada da 0, 1 yadda. Sonra 0, 1 yadda. 1-in üstə 1, yenə 2, 0, 1 yadda. Burada da 0, 1 yadda olacaq. Burada da 0, burada da 0. Burada da axırda 1 olacaq. Doğru cavabımız oldu. C variantı. Bunu dəfələrlə mən sizə izah eləmişəm ikilikdə toplamanı. Şəbəkə topologiyasına aid deyil. Şin, ulduz, halqa və bir də hibrid topologiyası. Şəbəkə topologiyası port şəbəkə topologiyasına heç bir aidiyyatı yoxdur. Baxağın 23-cü sualımıza. 23-cü sualda deyir ki, elektron cədvəlin B4, G4 diapazonuna əsasən diaqram qurulmuşdur. Diaqrama əsasən C çıxanasına hansı ədəd olmalıdır? Diaqramımızın biz diapazonumuzun diaqramına baxaq. Burada dairəvi diaqramdır. Bura bizim üçün birinci diaqramımızda birinci hissədir. Bura 2-dir, bura 3-dür, bura 4-dür. 1-dir, 2-dir, 3-dür, 4. Baxan kimi görünür ki, 1-lə 2-nin cəmi
3 ilə 4-ün cəminə bərabərdir. Buradan yola çıxsaq, yəni bizdə onda almış oluruq ki, B4 xanası üstə gələk C4 xanası bərabərdir D4 üstə gələk Y4 xanasının cəminə bərabərdir. Gəlin biz burada da C2 bir x deyək, yola çıxaq. Onda buraya x üstə gələk olacaq B3 2 və olacaq, bunu da vursaq 2-yə, buranı almış olacaq birinci hissədə 2x üstə gələk 4 oldu. Üstə gələk, baxaq bura. D3-ün dəyəri 6, buraya edəcək 6x bölək 9 üstə gələk C3-ün dəyəri x. Yəni 6x bölək 9 üstə gələk x. Bərabərdir 3 ilə 4-ə baxaq. D3-ün dəyəri 6, B3-ün dəyəri 2, 6-ın üstə 2 gəldik, elədi 8, çıxaq C3 x. 8 çıxaq x-dir bura, 8 çıxaq x-ə bərabərdir. C3 x-dir, Y5 5x-dir, bura mənim üçün 5x çıxaq. B3-ün dəyəri 2, üstə gələk C3-ün dəyəri x. Bu isə 5x çıxaq 2, o da çıxaq x olacaq. Üstə gələk 5x çıxaq x, Y3 5x çıxaq 2, o da çıxaq x olacaq. Bunlar eləyəcək 2x, bu da 5, bura obşu burada elədi 3x 6. Bərabərliyin sağ tərəfi 6 üstə gələk 3x elədi. Bu tərəfə keçəsi olsaq biz bərabərliyin sağ tərəfini yazdıq 3x üstə gələk 6, 6 ilə də 9 3-ə ixtisar gələndə 2x üstə gələk olacaq 3. Aha. İfadəmizi buradan yazdıq. 3x-lar gedəcək. Qaldı 2x bizim üçün. 3x üstə gələk. Yox, başlayın. Burada 4-dür. 4-dür. Mən niyə 6 yazdım? 2x bölək 3 bərabərdir. 6-dan 4-ün çıxanda 2. 2x də bərabərdir 6. X də bərabər olacaq 3. C3 xanasının qiymətini tapdıq ki, 3-ə bərabərdir. 23-də doğru cavabımız oldu 3. Baxaq 24-cü suala. Deyir, mətn redaktorunda yaradılmış sənədin bir səhifəsindən ibarət səhifəyə 256 512 pikseldən ibarət 4 ədəd ağ-qara rəngli təsvir əlavə olunub. Mətn failini yadda saxlamaq üçün neçə ədəd klasserdən istifadə olunur. Və təsvirimiz 1 üçün hesablasaq, piksellər, yəni 2 üstü 8 vuraq 2 üstü 9, ağ-qarada 1 bit olduğuna görə vursaq, elə klaster kilobaytlandırsa, mən elə bunu 213-ə bölsəm kilobaytla alacağım. Bura eləyəcək 217, 213, 204, 16 kilobayta bərabər olacaq. 16 kilobaytlıq fayl üçün klasterin biri də 4 kilobaytdırsa, deməli buna 4 dənə klaster sərf olunacaq. 4 dənə 4 kilobaytlıq klaster. 4 ədəd ağ-qara rəngli təsvir üçünsə, bunu da mən vuracağım 4-ü. 4-ə vuranda 10, yenidən 4-ü 4-ə vuracağım. Olacaq 16 dənə klasterdən 16 ədəd 4 kilobaytlıq klasterdən istifadə edə bilərik. 24-də doğru cavabımız oldu 16. Baxaq növbəti sualımıza. Baxaq görək bizə nə deyir. Verilənlər bazası cədvəlinin fraqmentinə əsasən neçə şagird ən azı 2 müxtəlif dərnəkdə deyir məşğul olar. Burada bizim cədvəl 3 dənə cədvəlimiz var. Birinci şagirdlər haqqındadır, ikinci dərnəklərdir və üçüncü dərnəklərin üzvləridir. Adətən üçüncü cədvəl həmişə bizə ipucunu vermiş olur. Şagirdlərin aidisi var, bir də dərnəklərin aidisi var. Gəlin müəyyənləşdirək. Burada 201, 201, 3 dənə burada, amma bizə məsələdə deyir ki, verilir bazat cədvəl fraqmentində ən az neçə şagird, ən azı 2 və müxtəlif dərnəklərdə ən azı 2. Yəni 2, 2 və 2-dən çox olanların hamısının bizdən sayını istəyir. Burada 2201 aydın nömrəli şagird 3 dənə dərnəyə gedir. Bu getdiyi dərnəklər bizim üçün 3502 olacaq rəsm, 3300 olacaq şahmat və bir də 3501 bacarıqlı əllər. Deməli 2201 aydın nömrəli şagird 1. Sonra baxaq 2202 aydın nömrəli şagird 2 dərnəyə gedəcək.
502, 501 bacarıqlı əllər və rəsm dərnəyinə gedir. 2202 aydın nömrəli şagird gedir. Sonra burada 2203 bir dənə dərnəyə gedir. 3209 2 dərnəyə gedir. 3209 2 dərnəyə gedir. Dram və bacarıqlı əllər dərnəyinə gedir. Sonra 312 aydın nömrəli bir dənə dərnəyə gedir. Təkrarlanmır baxası olsaq. Bir də 33 14 aydın nömrəli 33 14 aydın nömrəli şagird burada 3501 və 333 bacarıqlı əllər və şahmat dərnəyinə gedir. Oldu bizdə sayımız 4 şagird ən azı 2 müxtəlif və ondan çox dərnəklərə getmiş olur. Məsələn, şərtini xahiş edirəm diqqətlə oxuyasınız. 2 müxtəlif ən azı. Yəni bu deməkdir ki, ən azı 2 və ondan çox olanları da götürməliyik. Burada 3 şagird 2 və bir dənə 2202 aydın nömrəli şagird isə 3 dərnəyə gedir. Ümumi sayıları 4-ə bərabərdir. Maksimum diqqətli olmaq lazımdır. Baxaq növbəti sualımıza bizdən nə istəyir? 26-cı sualda. Deməli, dedik 25-də aldıq ki, cavabımız 4-ə bərabərdir. HTML koda yaradılmış cədvəlin sətr və sütunlarının saylarının hasilini müəyyən edin. Burada dedik ki, TH bizdə sütun başlıqlarıdır. 1, 2, 3. Neçə TH var? Deməli, bizdə 3 dənə sütunumuz var. Sətr və sütunlarının saylarının hasilini bizdən istəyir. Buraq sətirlərə TR bir sətrimiz var. TR açdı bağlandı 2 sətrimiz, açdı bağlandı 3 sətrimiz. 3 dənə də sətrimiz var. Hasilləri isə bərabərdir 9-a. 26 doğru cavabımız oldu 9. Sonra baxaq 27-ci sualımıza bizə nə deyir? Hər hansı məlum virusa yoluxmuş faylları aşkarlamağa imkan verir. Bu, əgər virusa yoluxmuş faylları araşdırmağa, aşkarlamağa imkan verirsə, birbaşa düşünün ki, bu detektorlardır. Birə uyğundur D variantı. İş qabiliyyətlərini saxlamaqla proqramları elə dəyişir ki, onlar virusa yoluxmuş kimi görünür. Bu isə yoluxmuş virus, yəni özünü yoluxmuş kimi göstərən virus proqramları, vaksinlər və yaxud da immunizatorlardır. 2-yə doğru cavabımız oldu G variantı. Yoluxmuş faylları aşkarlamaqla yanaşı onları ilkin vəziyyətə gətirməyə çalışır. Yəni ilkin vəziyyətə gətirməyə çalışırsa, bu bizim üçün olacaq doktor müfəttiş. Yəni həkim elə bir onu xəstəni müalicə edib ilkin vəziyyətinə qaytarır. 3-də doğru cavabımız oldu. Doktor müfəttiş. 3-də doğru cavab bəzi uşaqlar burada müfəttiş göstərir. Olmaz. Əgər ilkin vəziyyət sözü olmasaydı, bu cari anda, cari vəziyyətə uyğun gətirməyə çalışırsa, bu müfəttiş olardı. Amma ilkin vəziyyətə qaytarırsa, bu doktor müfəttişdir. 3-ə doğru cavabımız olacaq C variantı. Sonra keçək bir dənə baxaq. 21 oldu D, 2-yə Y, 3-ə C. Mən bacardığım qədər sınağımızın sürətli və asan üsulla izahını verirəm ki, biz imtahanda 1 saat ərzində həm sualların öhdəsindən gəlməliyik, həm də suallarımızı cavab kartına düzgün cavablarını köçürtməliyik. Və sürətli şəkildə işləsəniz, imtahan təkcə ümumiyyətlə imtahanda zamanınızı düzgün bölüşdürməyi özünüzün təfəkkürünüzdə yerləşdirin. Baxaq, indi biz 28-ci sualda blok sxemdə, asan bir blok sxemdir. Baxan kimi görünür, asan blok sxemdir. Bir dənə mən quracağım. Baxaq görək bizdən nə istəyir. Baxaq görək nə istəyir. Asandır, çox asandır. Belə bir funksiyanın qiymətini hesablayın. Algoritm blok sxemini deyil. Qur. Buradan yaza bilərsiniz ki, başlanğıc yazmalısınız. Sonra baxıram ki, həmin bu ifadədə bir x dəyişəni var. Bax, x dəyişənini yazacağım. Sonra başlayaq şərtimizi verək. Birinci bərabər halından başlayıb verəcəm. Hansından istəyirsiniz verə bilərsiniz. Heç bir fərqi yoxdur. Şərti belə də verə bilərsiniz. Deyə bilərsiniz ki, x böyükdürsə 5-dən. Aha.
Onda hə qoluna gəlsin. Hə qolunda onda siz bax belə bir ifadə yazacaqsınız. Y bərabərdir x plus 5. Yox qolunda ya bunun kiçik haldır, ya da 5-ə bərabər halını götürə bilərik. 5'e beraber halını götürəcəyik. Buraya yazacağım yox. Burada yenidən bir şərt bloku çəkəcəyik. Və şərt blokunda burada deyə bilərik ki, x kiçikdirsə 5-dən, onda hə qoluna gələk. Hə qolunda artıq biz x-in kiçikdir 5 halına, onda bu ifadəni yazacağıq biz. Y bərabərdir, x çıxaq 25 şərti. X bərabərdir 5 olanda, x bərabərdir 5 olanda. Əslində x-ə 0-da verəndə bu hala gəlir. Onda gəlin buranı belə yazaq. Buranı belə yazaq, onda daha yaxşı, düzgün olar. X bərabərdir 5 versəm, birbaşa bura 5 versəm, onda hə qoluna gələcək, bu x plus 12 olacaq. Düzdürmü? Bura yox qolunda x kiçikdirsə 5-dən, hə qoluna x kiçikdirsə 5-dən. Böyük halına buranı götürsün. Heç 0 halını nəzərdə tutmayıb da, ehtiyac da yoxdur. Çünki burada x-in bizdən misalda 0 halını nəzərdən tutmayıb. X 5. Bax, buna baxıb qurmalıyıq. Fərqi yoxdur. X bərabərdir. X üstə gələk 5 halı. Bunların hamısını da bir yerə yığırıq. Bir dənə də çıxışa veririk. Y-i. Axırda da yazırıq. Son. Sonra baxaq biz misallarımıza. Kodlarımız var. Kodlarımız var. Baxağın görəyin 29-cu sualda bizə nə deyir? Elementləri 3 rəqəmli natural ədəd olan bir siyahının elementlərinin birinci və sonuncu rəqəmlərinin cəmi sadə ədəd olan elementləri B siyahısına əlavə edən proqram Python dilində yazın. Siz meyarlara baxıb yaza da bilərsiniz ümumiyyətlə. Meyarlarda ümumiyyətlə deflə veribdir. Mən öz bildiyim kodu yazacağım. Baxaq. Baxaq, suallarımızı bir izahını verək. Yəqin ki, bu siyahını mən burada təkrar yazmağa ehtiyac yoxdur. Təkrar yazmağa ehtiyac yoxdur. Bax, ilk öncə proqramın başında bu siyahı yazılmalıdır. Və kodumuzun birinci sətri bura olacaq. Sonra ikinci sətrində mən bir dənə B siyahısı götürəcəm. Bax, bir dənə B siyahısı götürəcəm. Çünki gətirib əlavə edəcəm mən bura birinci və sonuncu rəqəmlərində sadə ədədlər olan elementləri B siyahısına əlavə etmək üçün. Sonra deyəcəm for burada for bir dənə ədəd adında dəyişən götürəcəm. For ədəd in A. Siyahıdan hər bir elementləri götürsün. Siyahının burada hər bir siyahı, məsəl üçün 245-i götürdü. Bunun birinci və sonuncu rəqəmlərinin cəmini necə birbaşa tapa bilərəm? Mən bura birinci yazacağım int. Birinci bunu götürsün, stringə çevirsin. Ədədi stringə çevirsin və ədədin mənə birbaşa 0-cı indeksli elementini versin. Bu da olacaq mənim üçün birinci dəfə A-nın dəyəri olacaq 2. 2 olacaq. Birincinin dəyəri olacaq 2. Bir də sonuncu yazacağım. Ədədin sonuncu dəyərini mənim üçün versin. Həmin ədədi biz ona bölsək, alınan qalıq ədəd. Burada bu zaman sonuncu dəyəri olacaq mənim üçün 5. Aha. Sonra bunların cəm bərabərdir. Birinci üstə gələk. Sonuncu qiymətləri toplasın. Məsəl üçün 245-i 2 ilə 5-i topladı, aldı 7. Sonra bax, mən burada bir dənə məntiqi operatorlardan istifadə edəcəm. Sadə adında bir dəyişən götürəcəm. Yazacağım sadə. Burada yazacağım true. Mənə lazımdır. Deyəcəm if. Əgər cəm kiçikdir 2-dən olarsa, bu zaman sadə bizim üçün false cavabını qaytarmış olsun.
false cavabını qaytarmış olsun. S-də isə bildik ki, sadə ədədin bölənləri özünə və birə bölünən ədədlər sadə ədəddir. Bu bizim üçün 2-dən kiçik olanda 1 olanda bu mənə həmişə sadə false cavabı qaytaracaq. Amma mürəkkəb ədədin bölənləri 2 və 10 üzərindən başlayır. Bunu isə S-in gövdəsində mən verəcəm. For-la ifadəmi vermiş olacağım. For in yazacağım range 2-dən ədədi tam hissəsinə çevirsin. Cəm üstü 0.5 və yaxud da import məsəlində yaza bilərdik. Kök altından fərq yoxdur. Belə də yazdım. Üstəgəl 1-ə qədər. Götürəcək ədədin tam 2-yə bölüb tam hissəsini götürənə qədər. If burada şərtdə deyəcəm həmin cəmi i-yə böləndə, i-nin buradan aldığı qiymətlər ardıcıllığına böləndə alınan qalıq 0-a bərabərdirsə, onda mənə sadə dəyişən false cavabını qaytarsın və dövrümüz dayansın. Break deyək, dövrümüzü dayandıraq. Sonra proqramın gövdəsində bir dənə yazacağım if sadə 2 nöqtə bu zaman aparsın b.append ədəd. Printə də çıxışa da yəni verəsi olsaq print b. Məndən b-ni soruşur. Siz özünüz meyarlara baxıb da yaza bilərsiniz. Meyarlarda da var. Elə buna oxşardı. Biraz çətin tipli də amma oxşardı. Amma digər sualımız çox asan sualdır. Bir asiyası hər bir elementi bu elementi istisna olmaqla siyahının digər bütün elementlərinin cəmi ilə əvəz edən proqram Python dilində yazın. Nümunəni də veribdir və istisna olma siyahının digər bütün elementlərini cəmi ilə əvəz edibdir. 1-dən 1, 4, 1, 3, 12, 1, 1, 0. Bax, belə yazaram. Yenidən siyahımızı yazaq. 1, 2, 3, 4, 5. Siyahını götürdü. B bərabərdir. Sum A. Sum deyəcəm ki, siyahısının bütün hamısını cəmləyib bir dənə özündə saxlasın. B dəyişəni. For in range 0-dan len aya qədər asiyasının elementlərini saysın. Deyək ki, burada AI hansı indeksli element offshoot cəmdən çıxaq. Offshoot cəm B-dir. Məsəl üçün 0, 1, 2, 3, 4. 0-cı indeksli element 1-dir. Düzdürmü? Samı elədik, tapdıq. 1, 2, 3, 4, 5. Samı offshoot cəmdən çıxsın həmin indeksli elementi. Sonra da həmin indeksli element axırda hamısının bir dənə məndən elə asiyasını hər dəfə çıxıb, aparıb həmin indeksli elementi yerinə yazacaq. Hər dəfə çıxıb yerinə yazacaq, elə printə də asiyasını vermiş olacaq. Bu qədər sadə, asan kod idi. Biz artıq 50 dəqiqəyə tam şəkildə çatdırmaq mümkündür. 30 dənə sualın öhdəsindən gəlmək mümkündür. Sağ olun, növbəti video dərsimizdə görüşmək ümidi ilə.